Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Bugün sizinlə birləşmə, parçalanma, əvəz etmə və mübadilə reaksiyaları mövzusunda olan öyrəndiklərinizi yoxlayın blokundakı tapşırıqların izahını bölüşürəm. İlk suala diqqət yetirək. Hansı reaksiyalarda yalnız bir mürəkkəb maddə alınır? Biz bilirik ki, ümumiyyətlə reaksiyadan alınan və reaksiya daxil olan maddələrin sayına görə reaksiyaların 4 növü var. Birləşmə, əvəz etmə, parçalanma və dəyişmə reaksiyası və yaxud da başqa adla mübadilə reaksiyaları. Əgər o reaksiyadan ki, yalnız bir mürəkkəb maddə alınırsa, belə reaksiya adlanır birləşmə reaksiyaları. Məsələn, yazıram hidrogen, üzərinə gəlsin oksigen. Reaksiya nəticəsində alınır H2O, yəni su. İndi biz reaksiyanın məhsul tərəfinə diqqət etsək, baxın ox işarəsindən xətt çəksəm, məhsul alınan maddədir. Burada nə alınıb? Su. Əgər alınan maddə yalnız bir mürəkkəb maddə olarsa, yəni bir birləşmə olarsa, belə reaksiyalar adlanır birləşmə reaksiyaları. Yəni reaksiya nəticəsində yalnız bir maddə alınırsa, belə reaksiyalar birləşmə reaksiyası adlanır. İkinci suala diqqət edərək uyğunluğu müəyyən edin. Deməli, bizə gördüyümüz kimi, uşaqlar, burada A variantına diqqət edin. A variantında deməli, maddə reaksiya daxil olub, göy və qırmızı rənglə verilib fərqli maddələr, alınıb bir maddə. Baxırın, bir maddə alınıbsa bu nə reaksiyasıdır? Birləşmə. 2-yə uyğun gedir A variantı. Daha sonra B variantına baxın. B variantında göy rənglə yaşıl və qırmızı rəngin birləşməsindən əmələ gələn maddə reaksiya daxil olub. Göy yaşıl alınıb, qırmızı ayrılıb. Baxın uşaqlar, bu nədir? Bu elementdir. Element, yəni eyni növlü atomdan təşkil olunub da. Bu da nədir? Birləşmədir. Müxtəlif növlü atomdan təşkil olunub. Biz də bilirik ki, element və birləşmə arasında gedən reaksiya yenidən element və birləşmənin alınması ilə nəticələnirsə, belə reaksiya necə reaksiyadır? Deməli, əvəz etmə reaksiyası. Ona görə də 1-ə uyğun gedir B. Sonra C variantına diqqət edirək. C-də görürük ki, əziz şagirdlər, 3 atomlu bir birləşmə parçalanıb, 2 atomlu birləşmə əmələ gəlib və element əmələ gəlib. Bu gördüyümüz kimi uşaqlar, əgər reaksiyanın başlanğıc maddələr olan hissəsində bir maddə olarsa, belə reaksiyalar parçalanma reaksiyasıdır. Burada yəni bu maddə parçalanıb elementə, birləşməyə və elementə. Bu parçalanma reaksiyası C-yə uyğun gedir. D-də gördüyümüz kimi, əziz şagirdlər, iki birləşmə arasında gedən reaksiyadır. Deməli, bu da ayrıca bir birləşmədir. Hardan bilirik birləşmədir? Çünki biri göy rənglə, biri qırmızı ilə təsvir olunub. Yəni, müxtəlif rəngləsə müxtəlif atomlardır. Digəri də yaşıl və sarı. Birləşmə və birləşmə arasında reaksiya gedib, yenidən birləşmə və birləşmə alınıbsa, belə reaksiyada mübadilə və yaxud da dəyişmə reaksiyalarıdır. Daha sonra diqqət edirək, 3-cü suala reaksiyaların tərkiblərini dəftərinizə köçürün və növünü yazın. A variantındakı suala diqqət edirək. Hidrogen və oksigen arasında gedən reaksiyadan alınır nə? H2O. Reaksiyadan biz dedik ki, məhsul tərəfdə bir maddə alınırsa, belə reaksiyalar nə reaksiyası adlanır? Birləşmə reaksiyası. Sonra B variantına diqqət edirək. Mis-oksid birləşmədir. Hidrogen isə nədir? Element. Birləşmə və element arasında gedən reaksiya yenidən element və birləşmənin alınması ilə nəticələnirsə, belə reaksiya necə reaksiya adlanır? Əvəz etmə reaksiyası. Deməli, bu reaksiya əvəz etmə reaksiyasıdır. Daha sonra D variantına diqqət edirək. Deməli, C variantına diqqət edirək. Natrium OH bildiyimiz kimi birləşmədir. Üzərinə gəlsin, H-xlor da birləşmədir. İki birləşmə arasında gedən reaksiya, əgər yenidən iki birləşmənin və yaxud da daha çox birləşmənin əmələ gəlməsi ilə nəticələnirsə, belə reaksiyamızı biz deməli, dəyişmə və ya başqa adlı mübadilə reaksiyası deyirik. Daha sonra D variantına diqqət edirək. D variantında görürük ki, məhsul tərəfdə, daha doğrusu, üzr istəyirəm, başlanğıc maddələr tərəfində bir maddə var. Yəni, bir maddə parçalanır. Kalsium karbonat ox işarəsini görürük də. Parçalanır kalsium oksidə və karbon qazına. Bu reaksiya növünə görə nə reaksiyasıdır? Parçalanma reaksiyası. Y variantı isə daha asandır. Kükürt üzərinə gəlsin oksigen. Bir maddə alınıb. Nə maddəsi? SO2 maddəsi. Kükürt 4 oksid və yaxud da kükürt qazı. Bir maddə alındığına görə bu reaksiyada adlanır birləşmə reaksiyası.